Azərbaycan tarixi fənninin məzmun standartlarında və daxili qatında elə vacib məsələlər var ki, tarixi biliklərin təhlili, tarixi biliklərin qavranılması və onlara uyğun qərarların verilməsi, tarixi biliklər fonunda empati hissinin qurulması, xronoloji təfəkkür, bu kimi maraqlı xəttlər var. Bunların hamısı həm də bir fərdin, şəxsiyyətin düşüncəsinə, milli kimlik zehninə təfəkkür yürütmək bacarığına çox ciddi təsir edir. Buna görə vacibdir. Biz bəzən bir fənni öz funksiyasına uyğun dəyərləndirə bilmirik və bu biz cəmiyyətə açıqlanmalıdır. Tədris şuuraltı prosesdir və həmin bu tədris şuuraltı proses fənlərdən təşkil olunur. Tədris dediyimiz nədir ki? Bizdə uşaqlar hər gün dərsə gedirlər. Bir gün fizikanı, sabah gün tarixi, o birisi gün ədəbiyyatı və s. oxuyurlar da, düzdürmü? Biz də indi belə oxumuşuq da. Və şuuraltı prosesin elementləridir bunlar. Və dil amili təsir amili ilə birləşəndə milli şuura olan təsir mexanizmini 2 qat artırır, 2 qat gücləndirir. Baxın, buna görə çox vacibdir.